Bina sakinlərindən bələdiyyə əmlak vergisi tələb edə bilərmi? Son günlər müzakirə olunan mövzulardan biridir bu məsələ. Əziz izləyicilər, hər vaxtınız xeyir. Qısa başlıqla qarşınızdayım. Əgər vətəndaşın mülkiyyətində mənzil yaşayış sahəsi varsa, bu bələdiyyələr tərəfindən əmlak vergisinə cəlb edilə bilərmi? İndi açıqlayacağam, amma öncə videonu bəyənib paylaşın ki, daha çox insan bundan xəbərdar olsun. Beləliklə, yaşayış binalarında yaşayan vətəndaşlardan əmlak vergisi bələdiyyələr tərəfindən bəli, tələb oluna bilər. Amma buna görə güzəştlər də var. Belə ki, vergi məcəlləsinə əsasən fiziki şəxslərin yaşayış sahələri vergi tutma obyekti olduğu halda yalnız 30 kvadrat metrdən artıq olan hissəsi vergi tutulur. Yəni şəxsin mənzilinin 30 kvadrat metrdən az hissəsi əmlak vergisindən azaddır. Bundan başqa pensiyaçılara, müddətli həqiqi hərbi xidmət qulluqçuları və onların ailə üzvlərinə, müharibə əlillərinə, şəhid ailələrinə əmlak vergisi üzrə 30 manatlıq güzəşt olunur. Sənətkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin emalatxana binaları isə ümumiyyətlə əmlak vergisindən azaddır. Lakin bələdiyyələr tərəfindən tələb edilən ödənişi mütləq şəkildə qanuni və hüquqi əsası olmalıdır, düzgün hesablanmalı, həmçinin vətəndaşa vergi ilə bağlı əvvəlcədən bildiriş göndərilməlidir. Vətəndaşların isə həmin ödənişin məbləğini və qanuniliyini sorğulamaq, lazım gəldikdə buna etirazını bildirmək hüququ var. Bax belə əziz izləyicilər, maraqlı xəbərləri qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Ən əsası özünüzdən müğayət olun.